İzahlı test 41-ci hissə 5-ci sinif ingilis dili. 6-cı sual choose a correct word. Kate is drawing a picture. Düzgün sözü seçmək lazımdır. Kate is drawing a picture indiki davamedici zamandadır cümlə. Every day hər gün, often, tez-tez, usually adətən indiki sadə zamanla işlənir. Amma now isə now sözü indi mənasını verir, indiki davamedici zamanla işlənir. Kate is drawing a picture. Now Kate indi şəkil çəkir. D bəndi doğru cavabdır. 7-ci sual choose the correct preposition. Children stay home on Sundays. Bazar günləri uşaqlar evdə qalırlar. Burada home-dan hansı sözünü evdə işlədə bilərik? Home-dan evdə qalmaq ət işlənir. D bəndi doğru cavabdır. Children stay at home on Sunday. 8-ci sual choose the correct word for each sentence. Hər bir cümlə üçün doğru sözü seçin. I like computer games. Mən kompüter oyunları xoşlayıram. I like to collect. Bir feildən sonra ikinci feil gələndə onun qarşısında to işlənir. I like to collect computer game. Mən kompüter oyunları toplamağı xoşlayıram. Deməli, birinci tərəfdə 2 olacaq, ikinci bənd olacaq. I them with pleasure. I play them with pleasure. Mən onları böyük məmnuniyyətlə oynayıram. Burada plays olmaz, I ilə plays olmaz. Çünki plays üçüncü şəxsin təkində olur. Deməli, birinci tərəfdə ikinci bənd olacaq. İkinci tərəfdə isə birinci bənd olacaq. Play, I play them with pleasure. 9-10-cu sualın cavablarını videonun altında şərhlərdə yaza bilərsiniz. Videonu bəyənib kanala abunə olmağı unutmayın.